Salam qızlar, kanalıma xoş gəldiniz. Bu mənim YouTube-a olan ilk videomdur və vlogumu nədənsə gecə başladım. Yeni ildə pəncərəyə çəkdiyim şəkilləri silirəm. Çəkmək bir dərd idi, silmək də iki dərd. Əl qabiliyyətim necədir qızlar, bəyəndiniz? Pəncərəni də silib qalxdım yuxarı. Uşaq otağında aboy qopmuşdu. Mənim də əlim indi çatdı. Aboy kleyini hazırlayıb və kleylədim. Lalə də gəldi yanıma məhz elə səbəbkar aboyu qopardan. Necə deyərlər, qatillər həmişə hadisə baş vermiş yerə qayıdırlar. Və artıq gecə oldu, getdi yatmağa. Səhər də işlərim çox idi, başım qarışdı, çəkmək də yadımdan çıxdı. Yadıma düşəndə mebelin yuxarısını artıq silmişdim və mebelin üstünü başladım silməyə. Mebelin üstünü siləndə əlimdə əlcək var idi. İş gördükcə də əlcək əlimdən yoxa çıxdı. Qızlar, kimlər mənim kimi əlcəklə iş görə bilmir? Mətbəxdə də ən tez çirklənən yer əlbəttə ki qazın üstüdür və aspiratorun ətrafı. Mebelin altını da sildim, qazın dəmirlərini də sürtdüm. Bu arada qızlar, mən Vipline-ın yağ sökücüsündən istifadə edirəm. Bu məhsula mən ad qoysaydım, bu vasitə əlaçı deyərdim. İşinin öhdəsindən mükəmməlcə gəlirdi. Və əlbəttə ki, ananın başı işə qarışırsa, onda sakitlikdən qorxmaq lazımdır. Demək ki, uşaq çox maraqlı məşğuliyyət tapıb. Tökdü bura. Gülün torpağını. Bunun elədiyi hərəkətə baxın. Bu qız neynir? Bu qız neynir? Yağ sökücünü püskürdüb 5 dəqiqə gözlətdim. Daha da dərindən yağları əritsin. Sonra da başladım silməyə. Bizim moyka ağ olduğu üçün çox tez çirklənir. Heç kimə məsləhət görmürəm. Bu moykanın da ən yaxşı öhdəsindən gələn xlordur. Xloru boş bir butulkaya tökmüşəm və püskürərək istifadə edəndə daha da qənaətli olur. Vipline-ın təmizləyici tozundan da ilk dəfə istifadə elədim və bəyəndim. Və bununla da mətbəxdə işim əlbəttə ki qurtarmayıb. Rakunanın altına gündəlik çıxan bankaları yığırıq və sonra bir dəfəlik hamısını aparırıq badvala. Mən sizi qabaqlayıb deyim ki, oranın qapısını Lalə sındırıb. Babası oranı milyon dəfə düzəltsə də artıq şurubu bərkitməyə boş bir yer qalmayıb. Ona görə də hələ ki belə açıq qalıb. Və sonuncu aşağıdakı mebeli başladım silməyə. Sizə uzaqdan təmiz gələ bilər, amma çox kirlənib. Bir aydır ki mebelə əl vurmuram. Yanvar ayı girəndən virus tutduq, hamımız xəstələnmişdik. Əsas da mənlə kiçik qızım çox pis keçirtdik. Sizdən uzaq nəysə, indi də özümə gəlmişəm və başladım işlərimi görməyə. Kuxnanın da işlərini bitirib əlimdə əski olmuşkən və əsas da nərdivan. Çoxdandır bu saatı silmək istəyirdim. Sadəcə pilləkən evdə değildi. Saatın tozunu sildim və şkafın üstündə. Amma buranı tez-tez silirəm və işlərimi qurtardım. Baldızım bizə gəldi, dırnaqlarını düzəltdim. Usta deyiləm, özüm üçün öyrənmişəm və yaxınlarım üçün edirəm. Çörəyimizi yeyib artıq gecə olsa da və çox yorğun olmağıma baxmayaraq yoldaşım üçün sabaha işə toyuq kotleti hazırladım. Adətən belə etmirəm, amma çox naxaq. Sadəcə çox yorğun oluram və sabah səhər günortaya hazırlayıram. Bugün isə istehsan hal baş verdi. Səhər rayona mamamgilə getməliyik. Bacım qızının ad günü idi. Orada bir gün qalıb qayıtdıq Bakıya. Yorğunluğuma baxmayaraq gecə uşaqlar yatışdırandan sonra oturdum dırnaqlarımı düzəltməyə. Sadəcə artıq məcbur idim. Əlcəksiz iş görmək əlbəttə ki özünü büruzə verdim. Birincisi əllərim çox quruyub yandı. İkincisi isə dırnaqlarım sındı və manikurum bərbad bir vəziyyətə qaldı. Əllərim quruduğu üçün çox kobuddu və nude bir şey elədim. Səliqəli və gözə çarpmayan olsun. Qızlar, nə yalan deyim, yorğunluq özünü unutmağa qoymadı, tez hiss elətdirdi və məcbur oldum, işimi yarımçılıq saxlayıb getdim, yatdım. Sabah da tezdən durub dırnaqlarımı tamamladım və getdim üz baxımlarımı etməyə. Qızlar, üzüm səpkilidir. Neçə illərdir ki mən bundan əziyyət çəkirəm. Çox həkimlərin yanına getmişəm, faydasını görməmişəm. Ona görə də üzüm bu gündədir. Özüm də çox dərmanlarla müalicə etməyə çalışmışam, amma gördüyünüz kimi heç bir şey alınmayıb. Bu səpkilər də gedir, qayıdır. Bir də görsən üzüm tərtəmiz olur, yalnız ləkələri qalır. Bir də görsən gül kimi çiçək açır. Bu arada artıq 10 gündür ki həkimin yanına gedirəm və təsəvvür edin ki, bu hələ üzümün sönmüş bir halıdır. Və əsas səbəblərindən özümü belə paylaşmağımın səpkilərdən əziyyət çəkən çoxlu insanlar var. Bu vlogda sizə motivasiya olsun. Sadəcə yaxşı bir həkim tapıb və müalicə almaq lazımdır. İndi mən başqa bir həkim tapdım. Çox razı qalan xanımlar var. Mən də artıq üzümə 10 gündür ki müalicə edirəm. Nəticəsini tam görüb sizinlə nəticəni də həkimdə paylaşacağam inşallah.
Hamıdan da birinci Larik yuxudan durdu. Çayını, çörəyini verdim. Böyüklər də hələ yatırlar. Bazar günüdür, dincəlirlər. Lalə də yuxudan durandan sonra otağımızı girib yığışdıra bilərəm. Vəzifədə də paltarlarımız var idi. Onu da çıxardıb qattaladım. Şimdi qızlar, paltarları da qattaladım. İndi bunları yerbəyer eləyəcəm. Bu da belə. Və belə qızlar, paltarları da yerbəyer elədim. Sizin üçün bir saniyəlik bir yoldur. Burada da Lalə xanım ən sevdiyi işlərindən birini görür. Rezinlər də olacaq. Rezinləri tökür. Stolun ayağına belə rezinləri keçirdir. Özü də sərgənlə belə oturur. Gözəlcə. Bütün rezinləri tökür. Hə, Ləloş? Hə, Ləloş? Çirkli paltarlarımız da var idi. Sağ olsun maşın, yudu hamısını. Mən də onları çıxarıb ağ bakırvalımı atdım yumağa. Əslində ağ rəngi çox sevirəm tekstildə. Sadəcə 3 uşaqla təmizlik saxlamaq qeyri-mümkündür. Çöldə hava soyuqdur, nəmişli idi. Ona görə də suşulkaya asıram. Çölə asanda nəm asırsan, yaşda çıxardırsan. Hələ bir maşında yuyulacaq paltarım var. Qızlar, paltarını astım. İndi saat 11-dir, 12 işləyir. Burada da öz aləmimdə yerləri yığıram. Leyla da kamera qarşısına keçib özü üçün öz rəqsini oynayır. Kravatları da yığdım, sərgiyə saldım bu otağı. İndi keçim o birisi işlərimə. Bu otaqda qaynanamındır, Leyla da onunla yatır. Öz otaqları olsa da belə. Və qızlar, sizə uşaqların otağını göstərim. Bala ki, heç nəyə, yəni əl vurmamışam. Bunların gündəlik hər gün, yəni yığışılan otaqdır və hər gün bu vəziyyətdə qoyurlar. Əsas da qızım Leyla bütün paltarlarını belə yerə atır. Nə qədər ona başa salsam da yenə də bu vəziyyətdə olur. Oğlumla da ki, dərslərini eləmək lazımdır. Məktəbdən birinci sinifdədir, məktəbdən belə testlər veriblər, çatdırmışıq. Sağ olsun qızım da yazıb burada. Mən ona yazmışam, Məlikə Ruslan. Mən həmişə ona ürək çəkirəm. Görürəm ki, öz üçün də yazılıb Məlikə Ruslan. Özünə ürək də çəkib. Oğlumla da dərslərini eləyib bitirdik. Axşam da oldu, yuduğum qablar da artıq qurudu. Yerləşdirirəm yerinə. Mən özüm istəyirdim 2 moydadır olsun, amma ağ moydadırın belə kaprisli olacağını bilmirdim. Birində qabları yuyuram, ikincisinə isə təmiz qabları yerləşdirirəm. Amma elə adamlar var ki, sevmirlər belə etməyi. Siz necə edirsiniz? Mən mebelin üstünə suşulkanın olmağını sevmirəm. Xoşlayıram ki, mebelin üzəri tərtəmiz, heç nə olmasın. Bu sirt mən də sərgiyə salmaqdan mən bezirəm, qızımsa dağıtmaqdan bezmir. Özdə necə o dağıdır, mən yığıram, o dağıdır, mən yığıram və bezirəm, deyirəm onsuz da hər gün dağıdır və yığıram. Görürəm ki, heç o da əl vurmur. Mən oranı sərgiyə salan kimi o da başlayır dağıtmağa. Qızımın 2 yaşı var, hər şey də ona maraqlı gəlir, hər şeyi söküb dağıtsın, görsün ki, içində nə var, necədir və necə deyirlər, ilan boğan vaxtıdır. Çörəyimizi yeyib qabları yudum və qonaq otağına da pəncərəyə şəkil çəkmişdim. Orada da icazə vermişdim, uşaqlar da şəkillər çəksinlər. Mənim özüm belə şeylərə çox həvəsim var, ona görə də uşaqlar da istəyəndə icazə verirəm. Əgər onlara heç bir şeyə ziyan gəlməyəcəksə, niyə də şəkil çəkməsinlər. Bir aylarda bir xanım pəncərəni spidlə silməyimi dedi, elə daha asan qarşın getməyini dedi. Sınadım, amma vallahi nə yalan deyim, mənə qubqayla və adi su ilə silməyə daha asan gəldi. Mən də pəncərəni silənə kimi artıq havada qaraldı. Amma nəhayət ki, silib qutara bildim. İnanın ki, çiynindən nə boyda yük düşdü. Mən bunu təmizlədiyimə görə gələn il belə bir iş görmürəm. Heç vaxt. Qısma da nə ola bilsin, çünki orada rahatdır. Amma burada mən qab gətirdiyimə görə mənə çətin olur. Belə pərdəmi də çəkdim. Oldu. Kababdan şişlər setka yulası qalmışdı. Birinci su ilə isladıb, sonra viplayının yağ sökücüsünü üstünə püskürtdüm. 5 dəqiqə saxlayıb gəlib yudum. Belə daha asanlıqla, yapışmış ət setkadan daha asanlıqla qopur. Əlbəttə ki, yenə də əlcək istəyirəm, amma gərək özümü öyrəşdirim əlcək taxmağa. Hamamdan çıxan kimi üzbəüz piləkanın şüşəsi var. Lalə də ora nəsə vurmuşdu və şüşə çox pis vəziyyətdə idi. Elə oradan da bir əskini götürüb başladım şüşəni silməyə. Əvvəl Leyla idi bütün şüşələri ləkələyən, indi isə Lalə. Piləkana da əşyaları yığmışam, yuxarı qalxanda onları da özümlə götürəcəm. Yoldaşım da işdən gəldi, çörəyimizi yedi və qabları yudum və beləliklə də günüm sona çatdı. Belə videoları bəyənirsinizsə, zəhmət olmasa like'larınızı əsirgəməyin məndən və takib atın, dəstəyinizə ehtiyacım var. Sizinlə daha da maraqlı videolar paylaşacağam.